Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü kurs tələbəsi vəfat edib. Bu haqda Azərbaycan Dövlət Pedaqoji Universitetinin sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və Fiziki Tərbiyə Fakültəsinin Təsviri İncəsənət müəllimliyi ixtisasının tələbəsi Əmirova Gülnar Sabir qızı avtomobil qəzasında dünyasını dəyişib. Goranboyda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb. Kənd sakinləri 1985-ci il təvəllüdlü Ziya Muradov və 1987-ci il təvəllüdlü İlqar Məmmədov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Araşdırma zamanı məlum olub ki, onlar mübahisə zəminində 1981-ci il təvəllüdlü Vüqar Sarıyev tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.